Uçuş sığıla bilmir. Ötürmə etdi. Miralem Pjanic. Xedira topu saxlaya bilmədi. İmkan vermədilər daha dəqiq isə. Dani Alves. Uzaq məsafədən zərbə gol! Görüşün 49-cu dəqiqəsində ikinci hissə yeni başladığı bir anda hesab açıldı. Dani Alves'in zərbəsindən sonra top yol üstü kiməsə dəyib, tora daxil oldu. İndi təkrarda dəqiq görəcəyik. Topa toxunan müdafiəçi idimi? Və ya dəqiq desək, hansı müdafiəçi idi? Məyusdur. Təbii ki, Palermo'nun futbolçuları məyusdular. İkinci hissə başlar-başlamaz Juventus hesabda önə çıxır. Bir daha epizodun təkrarına baxırıq. Elə düşünmək olardı ki, ötürmə də verə bilər Dani Alves, amma zərbə vurdu və bu zərbədən sonra avtogol olur.